çılpaq ayaqlarını vitrinin döşəməsinə basıb manikinə doğru uzandı. Əvvəlcə boş ayaqqabılara baxdım. Sonra uzun, çox gözəl ayaqlarına. Füsunun istidən və sevişməkdən tərləmiş çiynini öpmüş, ona arxadan yavaşca sarılmış, içinə girmiş və sol qulağını yüngülcə dişləmişdim ki, qulağındakı sırğı açıldı və bir müddət sanki havadan asılı qalandan sonra yerə düşdü. Sibeli çox sevirdim. Kurjevalı sarı rəngli, güllü ətəyi ayaqlarının uzunluğunun ucbatından olduğundan qısa görünürdü. Gözəlliyi, o zamana görə ifrat qısa ətəyi ya da başqa bir şey narahat etmişdi məni. Təbii davrana bilmirdim və öpüşməyə davam etdik. Sözlələnin bu dəfəki buraxılışında Türkiyənin Nobel mükafatı laurətinə sahib olan yazıcısı Orxan Pamukun 6 ilə yazdığı Gözəl eşq romanını sənə danışıram. Romanı türk dilindən Azərbaycan dilinə tərcümə edən Könül Əliyevadır. Həyatımın ən xoşbəxt anıymış, bilmirdim. Bilsəydim bu xoşbəxtliyi qoruyar, hər şey tamamilə fərqli ola bilərdimi? Bəli, bunun həyatımın ən xoşbəxt anı olduğunu anlaya bilsəydim, əsla əlimdən buraxmazdım o xoşbəxtliyi. Dərin bir hüzurla hər yerimi bürüyən o möhtəşəm qızıl an bəlkə bir neçə saniyə davam etmişdi. Amma xoşbəxtlik mənə saatlarla, illərlə davam etmiş kimi gəlmişdi. 26 may 1975-ci il bazar ertəsi günü. Saat 3-ə təxminən 15 dəqiqə qalmış, biz bir anlığa cinayətdən, günahdan, cəzadan və peşmanlıqdan qurtulduğumuz kimi dünya da yerin cazibəsindən və zamanın qaydalarından qurtulmuşa bənzəyirdi. Füsunun istidən və sevişməkdən tərləmiş çiynini öpmüş, ona arxadan yavaşca sarılmış, içinə girmiş və sol qulağını yüngülcə dişləmişdim ki, qulağındakı sırğı açıldı və bir müddət sanki havadan asılı qalandan sonra yerə düşdü. O qədər xoşbəxt idik ki, o gün formasına heç diqqət yetirmədiyim o sırğanın düşməyinə heç birimiz fikir vermədik və öpüşməyə davam etdik. Bayırda İstanbulun bahar günlərinə xas parlaq səma vardı. İsti hava qış vərdişlərindən xilas ola bilməmiş İstanbulluları tərlədirdi. Amma binaların içi, dükanlar, cökə və şabalıd ağaclarının kölgəsi hələ səhərindi. Üstündə qayğısız uşaqlar kimi hər şeyi unudaraq, sevişdiyimiz kif qoxulu döşəyin içindən də buna oxşar bir sərinliyin gəldiyini hiss edirdik. Açıq pəncərədən dəniz və cökə qoxuyan bir bahar küləyi əsdi. Tül pərdələri qaldırıb, ağır-ağır kürəklərimizə çırpdı və çılpaq bədənlərimizi ürpətdi. İkinci mərtəbədəki mənzilin arxa otağındakı çarpayıdan, arxa bağçada hikkə ilə söyüşə-söyüşə futbol oynayan uşaqları gördük və bir-birlərinə söylədikləri ədəbsiz şeyləri bizim sözbəsöz həyata keçirdiyimizin fərqinə varıb, sevişməmizin ortasında bir an duraraq bir-birimizə baxıb gülümsədik. Amma xoşbəxtliyimiz o qədər dərin və böyükdür ki, bayaq yerə düşən sırğanı unutduğumuz kimi, həyatın arxa bağçadan bizə göndərdiyi bu zarafatı da dərhal unutduq. Ertəsi gün görüşümüzdə Füsun mənə sırğasının bir tayının itdiyini söylədi. Əslində o gedəndən sonra ucunda adının baş hərfi olan sırğanı mavi mələfələrin arasında görmüş, bir tərəfə qoymaq yerinə qəribə bir instinktlə itməsin deyə cibimə qoymuşdum. Buradadır canım. Stulun arxasına astığım pencəyimin sağ cibinə əlimi atdım. Yoxdur dedim. Bir an bir fəlakətin, bir uğursuzluğun əlamətini hiss etmiş kimi oldum. Amma səhər istiyə görə başqa bir pencək geyindiyimi dərhal xatırladım. O biri pencəyimin cibində qalıb. Zəhmət olmasa sabah gətir, unutma, dedi Füsun, gözlərini geniş açaraq. Mənim üçün çox əhəmiyyəti var. Yaxşı. Füsun bir ay əvvələ qədər hardasa varlığını belə unutduğum 18 yaşlı uzaq və yoxsul qohumumdur. Mənsə 30 yaşındaydım və mənə hamının çox yaraşdırdığı Sibellə nişanlanıb evlənmək üzrə idim. Bütün həyatımı dəyişdirəcək hadisələr və təsadüflər bir ay əvvəl, yəni 27 aprel 1975-ci ildə məşhur Jenny Colin markalı bir çantanı Sibellə bir vitrində görməyimizdən başladı. Yaxında nişanlanacağım bu qızla Vali Konağı prospektində səhərin bahar axşamının dadını çıxararaq gəzirdik. Yüngülcə sərxoşduq və çox xoşbəxtdik. Nişantaşında yenicə açılan foyer restoranında yediyimiz şam yeməyində ata-anama nişan hazırlıqlarından bəhs etmişdik uzun-uzun. Sibelin Damedisyon liseyindən və Paris illərindən rəfiqəsi Nurcahan Parisdən mərasimə gələ bilsin deyə nişanı iyunun ortalarına təyin etmişdik.
Sibel o günlərdə İstanbulun ən məşhur və ən bahalı dərzisi olan İpək İsmətə nişan paltarını uzun müddət əvvəl sifariş vermişdi. Anamın paltara verəcəyi mirvarilərin necə işlənəcəyini Sibellə ilk dəfə o axşam müzakirə etmişdilər. Gələcək qaynatam yeganə övladı olan qızına nikah qədər təntənəli bir nişan eləmək istəyir. Bu da anamın xoşuna gəlirdi. Sorbonda oxumuş, o zaman İstanbul burjuaları Parisdə bir şey oxuyan bütün qızlara Sorbonda oxudu deyirdilər. Sibel kimi bir gəlini olacağı üçün atam da xoşbəxtdir. Yeməkdən sonra Sibeli evlərinə ötürəndə əlimi çiyninə qoyub eşqlə ona sarılmış, nə qədər xoşbəxt və bəxtəvər olduğunu düşünmüşdüm ki, "A, nə gözəl çantadır," demişdi Sibel. Şərabdan başımın əməllicə dumanlanmasına baxmayaraq, vitrindəki çantanı və mağazanı dərhal işarələmiş, ertəsi gün naharda həmin çantanı almağa getmişdim. Əslində qadınlara davamlı hədiyyələr alan, çiçək yollamaq üçün müxtəlif bəhanələr tapan, anadan gəlmə incə, kübar, şorgöz kişilərdən deyildim. Bəlkə elə biri olmaq istəyirdim. O zamanlar Şişlidə, Nişantaşıda, Bəbəkdə yaşayan, bekarçılıqdan darıxan varlı ev qadınları sənət qalereyası deyil, butik açar. Elle, Vogue kimi jurnallardan surətini çıxarıb tikdirdikləri moda paltarları, Paris və Milandan gətirdikləri paltarları, qaçaq xırda-xuruşu və bijuteriyaları ürəyi sıxılan digər zəngin ev qadınlarına fantastik qiymətlərlə satmağa çalışırdılar. Şanzelize butikin sahibi Şənay xanım illər sonra onu tapdığım zaman özünün də eyni ilə Füsun kimi ana tərəfdən çox uzaq bir qohumumuz olduğunu mənə xatırlatdı. Bu qadın qapının üstündə asılan lövhə də daxil olmaqla bu mağazaya və Füsunla bağlı hər əşyaya göstərdiyim ifrat marağın səbəblərini heç soruşmadan, əlindəkiləri mənə verməklə münasibətlərimizdən yalnız onun deyil, zənn etdiyimdən daha çox insanın xəbərdar olduğunu hiss etdirmişdi mənə. Ertəsi gün saat 1-in yarısına doğru Şanzelize butikə girincə, qapıya bağlı toxmaqlı, bürünc zınqrov bu gün də ürəyimi döyündürən bir səslə cingildədi. Bahar vaxtı günortanın istisində mağazanın içi yarı qaranlıq və sərindir. İlk anda içəridə kimsənin olmadığını düşündüm. Füsunu sonra gördüm. Günorta günəşindən sonra gözlərim dükanın qaranlığına alışmağa çalışırdı. Amma nədənsə ürəyim sahilə çırpılmaq üzrə olan nəhəng bir dalğa kimi qabarmışdı. "Vitrindəki çantanı almaq istəyirəm," dedim. Bu qız çox gözəl, çox cazibədardır deyə düşündüm. Krem rəngli Jenny Colin çantanı mı? Göz-gözə gəlincə dərhal onun kim olduğunu xatırladım. "Vitrindəki çantanı," deyə pıçıldadım, yuxudaymış kimi. "Başa düşdüm," dedi, vitrinə tərəf getdi. Bir həmlədə sol ayağındakı hündür dabanlı ayaqqabını çıxartdı və dırnaqları səliqə ilə qırmızıya boyanmış, çılpaq ayaqlarını vitrinin döşəməsinə basıb manikinə doğru uzandı. Əvvəlcə boş ayaqqabılara baxdım. Sonra uzun, çox gözəl ayaqlarına. İndidən günəşdən yanmışdılar. Kurjevalı sarı rəngli, güllü ətəyi ayaqlarının uzunluğunun ucbatından olduğundan qısa görünürdü. Çantanı götürdü, dəzgahın arxasına keçdi və çantanın zəncirli gözünü, iki kiçik bölməsini və içindən üstündə Jenny Colin yazılan bir kağızla çantaya qulluq təlimatı çıxan gizli bölməni məharətli və uzun barmaqları ilə açıb çox məhrəm bir şey göstərirmiş kimi müəmmalı və həddindən artıq ciddi bir əda ilə mənə göstərdi. Bir an göz-gözə gəldik. "Salam Füsun, nə qədər böyümüsən? Məni tanımadın deyəsən." "Yox, Kamal qardaş, dərhal tanıdım. Amma siz tanımayınca mən də narahat etməyim," dedim. Sükut çökdü. Az əvvəl çantada işarə etdiyi yerə baxdım. Gözəlliyi, o zamana görə ifrat qısa ətəyi ya da başqa bir şey narahat etmişdi məni. Təbii davrana bilmirdim. "Nə işlə məşğulsan?" "Universitet imtahanına hazırlaşıram. Burada gəlirəm hər gün. Yeni insanlar tanıyıram mağazada." "Çox gözəl. Neçəyədir bu çanta?" Qaşlarını çatıb çantanın altındakı əllə yazılmış etiketi oxudu. 1500 lirə, dedi. O vaxt bu məbləğ gənc bir məmurun 6 aylıq maaşına bərabərdir. "Amma əminəm Şenay xanım sizin üçün endirim eləyər. Nahar üçün evə getdi, yatır indi, zəng edib soruşa bilmərəm. Amma axşam üstü baş çəksəniz, vacib deyil," dedim və sonralar görüş yerimizdə Füsunun dəfələrlə şişirdilmiş bir şəkildə yamsılayacağı hərəkətlə arxa cibimdən pul qabımı çıxarıb nəmli kağız pulları saydım. Füsun diqqətlə, amma naşıcasına çantanı bir kağıza bükdü. Selofan torbaya qoydu.
Bütün bu səssizlikdə bal rəngli uzun qollarını, sürətli və zərif hərəkətlərini seyr etdiyimi bilirdi. Çantanı kübar şəkildə mənə uzadınca təşəkkür etdim. Nəsibə xalaya, atana hörmətlər dedim. Bir an dayandım. Ruhum içimdən çıxıb cənnət bir güşədə Füsunu öpürdü. Sürətlə qapıya doğru getdim. Bu axmaq bir xəyaldı üstəlik. Füsun elə çox gözəl də deyildi. Qapının zınqırovu cingildədi. Bir bülbülün cəhcəh vurmağa başladığını eşitdim. Küçəyə çıxdım. İstidən xoşallandım. Hədiyyəmdən məmnundum. Sibeli çox sevirdim. Dükanı, Füsunu unutmağa qərar verdim.